Bütün şahmat sevərlərə salamlar. Uzun aradan sonra Rəşad Chess YouTube kanalı yenə sizi maraqlı oyunlarla tanış edir. Bu dəfə istəyərdim sizi Şəhriyar Məmmədiyarovun yaradıcılığı ilə tanış edim. Göstərəcəyim oyun 2010-cu il şahmat olimpiyadasındandır. Bu olimpiyada Xanты-Mansiysk şəhərində keçirilmişdir. Və 6-cı turda Azərbaycan komandası Hindistan komandası ilə qarşılaşıbdır. Və birinci lövhədə Şəhriyar Məmmədiyarov ağlarla Şaşikiran Krishnana qarşı oynayıb. Şaşikiran Krishnan qaralarla oynayıb. Və gördüyünüz vəziyyət 20-ci gedişdən sonra alınıb. Gəlin əvvəlcə vəziyyətə qiymət verək. Gördüyünüz kimi qaraların atı C7-də o qədər də yaxşı deyil və bilinmir bu at gələcəkdə hara gedə bilər. Sonra A4-dəki at B2-də duran piyadaya hücum eləyir və o qədər də yaxşı deyil vəziyyəti. Və ən əsas məqamlardan biri də odur ki, şah cinahında qaraların fiqurları o qədər də çox deyil. Yəni gördüyünüz kimi qaraların fiqurları vəzir cinahında yerləşibdir. Və Şəhriyar Məmmədiyarov bu amildən istifadə edir. Və gördüyünüz kimi ağların fiqurları şah cinahındadır və şah cinahından hücuma keçməyi planlaşdırır. Və burada ağların sonuncu oynamayan fiqurunu da Şəhriyar Məmmədiyarov oyuna qoşur. Top F1 gedişi ilə gələcəkdə bu top F1-dən F7-yə zərbə yaradacaq. Başqa bir məqam ondan ibarətdir ki, artıq ağlar filini C1 xanasına keçirtmək istəyir və filləri dəyişməkdən uzaqlaşdırmaq istəyir. Lakin burada Hindistanlı şahmatçı fili Y3-ü dəyişir və istəyərəm bir məqamı da sizə deyim. Çoxlarınız yəqin ki bilir, qoşalaşmış piyadalar yaxşı deyil və bizə öyrədiblər ki, qoşalaşmış piyada zəiflikdir. Amma bu vəziyyətdə Şəhriyar Məmmədiyarov piyadaları qoşalaşdırır və bu qoşalaşdırmaqda məna var, çox böyük bir məna var. Gələcəkdə Y2-də duran F xəttindən keçəcək, at H5-ə gedəcək və F7-də çox böyük bir təzyiq yaranacaq. Gördüyünüz kimi F xəttində artıq hücum yaranma ehtimalı çoxdur. Və başqa bir məqam da ondan ibarətdir ki, Y3-dəki piyada qaraların D5-də durmuş piyadasının qarşısını alır. Gördüyünüz kimi qaralarda D4 gedişi resursu var, amma hal-hazırda Y3-də durmuş piyadaya görə artıq D4 resursu yoxdur. Bu baxımdan F2 gedişi düzgündür. Burada qaralar öz fiqurlarını istəyir ki, daha aktivləşdirsin və tək qalmış qaralar görür ki, tək qalmış şahını üzərinə hücum yarana bilər və ona görə də qaralar öz atını daha aktiv yerə keçirdir. Burada əlbəttə at E8 də oynamaq olardı, amma yenə də at B6. At H5. At H5 artıq qaraların vəziyyəti o qədər də yaxşı deyil. At Y8. Top Y2. Gördüyünüz kimi artıq F xəttində çox böyük bir qüvvə var. Top C7. Qaralar da öz növbəsində F7 xanasını müdafiə eləyirlər. Vəzir J4. Vəzir J4
vəzir daha da aktiv mövqeyə keçirdir Şəhriyar Məmmədyanov. Burada əlbəttə ki, vəzir C8 də oynamaq olardı. Amma at C4 və at C4 mənası artıq burada Y3-də 2 qat zərbələr yaratmaq istəyir. Burada əlbəttə ki, F7-də vurmaq olardı, top F7-də vurmaq olardı və artıq dəyişiləndən sonra Y6-da zəiflik olurdu. Yəni, qalib gəlmək olurdu burada, amma Şəhriyar Məmmədyanov daha effektiv bir plan seçdi. Vəzir J5. Vəzir J5 və qaraların reaksiyası H6 oldu. Vəzir J5 gedişi ilə artıq zəiflik yaradır. Gördüyünüz kimi H6-da artıq zəiflik var. Gələcəkdə bu zəiflikdən istifadə eləmək olar. Yəni J4, J5 və artıq burada xətlər açılır. Vəzir F4. Vəzir F4, vəzir Y7. Vəzir Y7 artıq C5-ə baxır. D7 xanasını topsunu azad eləyib, gördüyünüz kimi. Və burada fil H3. Fil H3 və vəzir C5. Burada əlbəttə ki, ağlar başqa türdə reaksiya verə bilərdi, amma ağlar tələsmirlər. Şəhriyar Məmmədyanov tələsmir, piyadanı da vermir. Çünki artıq üstünlük var. Burada qaralar gərək çox böyük bir güc istifadə etsinlər ki, müdafiə olunsunlar. Ağlar burada tələsmirlər və top Y2 oynayırlar. Vəzir B6. Vəzir B6 və burada B3. B3 və artıq at yenidən pis mövqeyə qayıdır. Fikir verirsəniz, ağlar o dəqiqə hücuma keçmədilər. Əvvəlcə rəqibin fiqurlarını neytrallaşdırdılar. Gördüyünüz kimi, qaraların fiqurları o qədər də yaxşı deyil. Koordinasiyası pisdir. Və qaraların şahı yenidən tək tənha qalıb J7 xanasında. Və burada J4 oynayır. J4 və J4-dən sonra da artıq J5 gediş olacaq. Şah H7, J5, J6. Və burada istəsəniz videonu pauzaya qoyub fikirləşə bilərsiniz. Burada artıq Şəhriyar Məmmədyanov qurban vermədən istifadə eləyir. Burada çox gözəl bir gediş edir. Atı qurban verir burada. Qurban verir ki, J xətti açılsın. Qaralar məcburdur bu qurbanı qəbul etməyə. Və top J2. Top J2 və burada qaralar məğlubiyyətin bir addımlığındadır. At C6 artıq gecdir. Çünki burada vəzir J5 var. Sonuncu şans F5 və burada çox incə bir gediş edir. Çox sakit bir gediş edir və bundan sonra vəzir J6 gedişindən sonra Hindistanlı şahmatçı təslim olur və gördüyünüz kimi artıq matdır. Şəhriyar Məmmədyanovun çox gözəl bir oyunlarından biri idi bu. Çox möhtəşəm bir ideyadan istifadə edib rəqibin şahın üzərinə hücuma keçir və artıq 36-cı gedişdə qaralar təslim olur. Gələcəkdə biz maraqlı oyunlarla tanış olacağıq və bildiyiniz kimi Şəhriyar Məmmədyanovun möhtəşəm oyunları çoxdur və deyərdim ki, bu oyunlar şahmat üçün çox vacib oyunlardır. Şahmatçının inkişafı üçün çox vacib oyunlardır. Gələn görüşlərə dək diqqətinizə görə minnətdaram.